isə dövlət proqramı qalib olmaq üçün faydalı bir neçə praktiki məsləhət verir. Əvvəlcə hədəf universitetini seç və qəbul məktubu almağa çalış. Sonra IELTS və TOEFL imtahanlarını vaxtında hazırla. Proqramın rəsmi saytını və Elm və Təhsil Nazirliyinin elanlarını mütəmadi şəkildə izləmək çox vacibdir. Bunu unutmamaq lazımdır. Bu təqaüd sadəcə oxumaq üçün deyil, ölkənin inkişafına töhfə vermək üçün liderlər hazırlamaq məqsədindən yerinə yetirilir. Azərbaycan Respublikası dövlət proqramı ölkəmizdə gənclər üçün misilsiz bir fürsətdir. Dünyanın ən yaxşı universitetlərində tam maliyyələşən təhsil imkanıdır. Bu proqramın ruhunda yalnız fərdi uğur deyil, həm də vətənə xidmət, gələcəyinə inam və milli inkişaf hədəfləri dayanır. Dövlət gənclərinə güvənir, onları dəstəklər və onlardan gözləndikləri də böyükdür. Onların gözləntisi isə əldə etdikləri bilik və bacarıqları öz ölkələrinin yüksəlişi naminə istifadə etməkdir. Azərbaycan Respublikası dövlət proqramı sadəcə xərcli təhsil fürsəti deyil, həm də gənclərin vətənə borcu, xalqın gələcəyinə verilmiş sözdür.